Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bakı şəhərinin Qaradağ rayonu ərazisində yanacaq doldurma məntəqəsində avtomobildə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin E112-yə qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əraziyə baxış zamanı vətəndaşa məxsus Mercedes M markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Yanğın söndürənlər tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. Baş verən bu hadisə bir daha avtomobillərə qaz avadanlığı quraşdırılması məsələsini gündəmə gətirib. Azərbaycanda bu qadağan olunmasa da müəyyən tənzimləmələrə tabedir.